Azərbaycan Dövlət İqtisad Universitetinin Sabah mərkəzinin rəhbəri dosent Aida Quliyeva vəfat edib. Qafqaz İnfo bildirir ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat yayıb. Qeyd edilib ki, o uzun sürən xəstəlikdən sonra həyatını itirib. Bakıda gənc oğlan qəfil vəfat edib. Qafqaz İnfo xəbər verir ki, paytaxtın Suraxanı rayonunda 22 yaşlı Leysan Qədimov bugün səhhətində yaranmış qəfil ağırlaşma səbəbindən həyatını itirib. Bildirilib ki, Leysan Qədimovun səhhətində anadan gəlmə problem var imiş. Bərdədə ölümlə nəticələnən ağır qəza baş verib. Qəza rayonun Mehdixanlı kəndində qeydə alınıb. Belə ki, 1993-cü il təvəllüdlü Nadir Həsənov idarə etdiyi VAZ 2107 markalı avtomobil hərəkətdə olarkən sükan idarə etmədən çıxıb. Nəticədə avtomobil yol kənarındakı su arxına düşüb. Qəza zamanı sürücü ağır xəsarətlər alıb. Avtomobildə olan sərnişin 1996-cı il təvəllüdlü Pəri Həsənova isə hadisə yerindəcə ölüb. Faktla bağlı araşdırma işlərinə başlanılıb. Vətən müharibəsi qazisi 31 yaşlı Şamo İbadov xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, idmançı, qaydasız döyüş növü üzrə məşqçi müəllim olan İbadov Şamo İsrafiloğlu Lerikin Ambu kəndindəndir. O, Vətən müharibəsində könüllü olaraq döyüşlərə qatılmış, müharibədən sonra da xidmətini davam etdirmişdi.